Salam əziz şagirdlər və valideynlər. Bugün sizə ingilis dilinin işarə vəzifələrini izah eləmək istəyirəm. Onu da qeyd eləyim ki, onlayn hazırlıqlarımız mövcuddur. 1-ci sinifdən 5-ci sinifə qədər 070 311 71 18 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz, əgər onlayn hazırlıqlarımız haqqında məlumat almaq istəyirsinizsə. İngilis dilində işarə vəzifələri bunlardır. Yəni ibtidai sinifdə hansı keçilirsə, mən onları izah eləyəcəm. This bu deməkdir. These bunlar deməkdir. That o deməkdir. Those onlar deməkdir. Əgər bizim əşyamız yaxında və təkdədirsə, biz this işlədirik. Məsələn, alma bizə yaxındır və təkdədir. O zaman olur this apple. Bu alma. Əgər isimimiz, əşyamız bizə yaxındır, amma cəmdədirsə, o zaman this işlədirik. Görürsünüz, isimimiz cəmdədir və bizə də yaxındırsa, o zaman this işlədirik. Bu almalar. İndi deyə bilərsiniz ki, ay müəllim, bayaq dedik ki, this bunlar deməkdir. Bəs niyə burada bu yazmısınız? İndi Azərbaycan dilində bunlar qələmlər deyə bilmədiyimizə görə bu qələmlərdir deyirik. Yəni ingilis dilində sözlər arasında uzlaşma olmalıdır. Azərbaycan dilindən fərqli olaraq. Ona görə bunlar almalar deyə bilmirik. Ona görə bu almalardır deyirik. Bunlar qələmlər deyə bilmirik. Bu qələmlər deyirik. Ondan sonra keçək indi yaxında olan təkdə və cəmdə əşyalara baxdıq. İndi isə uzaqda olan təkdə və cəmdə əşyalara baxaq. Əgər əşyamız uzaqdadırsa və təkdədirsə, o zaman that işlədirik. That pen. O qələm. Deməli, əgər əşya uzaqda və təkdədirsə, that işlədirik. Yox, əşyamız uzaqdadır, amma cəmdədirsə, o zaman those işlədirik. Those pens. Əşyamız mütləq cəmdə olmalıdır, əgər those işlədiriksə. Those pen, o qələmlər. Yenə də burada da qeyd elədiyim kimi onlar qələmlər yox, o qələmlər olur. İndi Azərbaycan dilinə tərcümə eləyəndə, çünki onlar qələmlər deyə tərcümə eləyə bilmərik. İngilis dilində işarə vəzifələri, ibtidai sinifə aid olan işarə vəzifələri bunlar idi. Gəlin indi başdan üzərindən keçək. Əgər əşyamız yaxında və təkdədirsə, this, yaxında və cəmdədirsə, this, uzaqda təkdədirsə, that, uzaqda cəmdədirsə, those işlənir. Yəni ingilis dilində işarə vəzifələri ibtidai sinifə aid olan hissəsi bu qədər idi. Zəhmət olmasa bəyəndinizsə bəyənin, şərh bölməsində şərhlərinizi qeyd eləyin. Kanala abunə deyilsinizsə abunə olun. Hələlik.